Ərbəyin milyonlarla insanın kilometrlərlə addım-addım İmam Hüseynə tərəf qovuşması. Hər bir addımımız bizi İmam Mehdi Əcəlallahu fərəcəhə çatdırır. Biz İmam Hüseynə tərəf hər bir addımımızla əslində İmam Mehdinin zuhuruna bir addım belə olsa yaxınlaşırıq. Əslində İmam Mehdinin zuhuru dünyada İmam Hüseynin adının nə qədər məşhurlaşmasından irəli gəlir. Hədislərimizə əsasən İmam Mehdi Əcəlallahu fərəcə zuhur eləyəndə belini Kəbə evinə söykəyəcək və mən cəddim susuz öldürülmüş Hüseynin nəslindən olan xilaskaram deyə buyuracaq. İmam Mehdinin zuhuru ki, beynəlmilərdir, bütün dünya üçündür. Deməli, bütün dünya o vaxtda İmam Hüseyn əleyhissalamın adını eşidəcək, İmam Hüseyni tanıyacaqlar. Bu necə mümkün olacaq? İllər əvvəl bunu bizdən soruşsaydılar, bunun bir açıqlamasını verə bilməzdik. Amma indi Ərbəyin yürüşündə milyonlarla insanın, hər bir millətdən olan insanların, rəngləri, dilləri, irqləri, millətləri, xalqları müxtəlif olan insanların bu yürüşdə iştirakı ilə İmam Mehdinin zuhurunun əlamətlərini görə bilirik.